Allah zaman və məkandan münezzəhdir demək, bu cəhmiliyə aparan bir dəhlizdir. Qətiyyən kəlam əhlinin bu ifadəsinə aldanmayasan. Onlar bu ifadə ilə səni imtihan edib, sonra çaşdırıb və bu yolla da səni cəhmiliyə sürükləmək istəyirlər. Elə düşünmə ki, onlar bununla Allaha tənzih edirlər. Əgər tənzih etmiş olsaydılar, sələfin dediyi kimi Allahın zaman və məkandan ayrı olduğunu deyərdilər. Mümkün deyil ki, hansısa kəlamçı bu ifadədən Allah Subhanahu və Teala'nın zaman və məkandan ayrı olduğunu qəsd etsin. Təcrübədən keçir, ver bu sualı onlara. Gör Allah Subhanahu və Teala'nın zaman və məkandan ayrı olduğunu deyəcəklər. Gör qəsdləri budur. Allahın zaman və məkandan ayrı olmasını deməmək, bu Allah Subhanahu və Teala'nın özünün zamanı və məkanı təşkil etməsi deməkdir. Elə bu da dolayı yoldan Allah Subhanahu və Teala hər yerdə də deməkdir. Əgər tam yəqin olmaq istənsə, İmam Əhməd rahimehullah Teala'nın cəhmilərə verdiyi bu üç sualı onlara ver. Allah məxluqatı harada yaradıb? Öz zatında, yoxsa zatından ayrı yaradıb, sonra ona qarışıb, yoxsa özündən ayrı yaradıb və sonra ona qarışmayıb? İmam Əhməd rahimehullah Teala'nın cəhmilərə verdiyi bu üç sualı ver onlara, Allah zamandan və məkandan münezzəhdir. Nə qəsd etdikləri ortaya çıxacaq.